Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə magistratura az tədris mərkəzində keçirilmiş mövzu sınaq imtahanı üçün rus dili fənni üzrə sualların izahını verəcəm. Yəni ilk növbədə ilk 5 sualımız dinləmə sualı ilə tanış olub onu dinləyərək cavablandıraq. Deməli, birinci sualımızda deyir ki, hansı müddətə müştəri deməli tutmaq istəyirdi mənzili. Müştəri yerindəcə deməli ödəniş edə bilmədi. Ona görə ki, tamamlayacaq mətnə uyğun olaraq üçüncü sualda deyir, daşınmaz əmlak üzrə agent deyir ki, siz əşyalı və bütün lazım olan əşyaları olan bir mənzil axtarırsınız və buna cavab nə verirsə, müştəri biz onu deyəcəyik. Dördüncüdə düzgün olanı istəyir və beşincidə də hansı sualın cavabı var, bunu soruşur bizdən. Gəlin dinləyək və dinləyərək cavablandıraq. Добрый день. Чем могу помочь вам? Добрый день. Я ищу двухкомнатную квартиру в центре города. Deməli, я ищу двухкомнатную квартиру в центре города. Deməli, bu şəhərin mərkəzində mənzil axtarır. Əgər biz 5-ci suala baxsaq, 5-ci sualda deyir, hansı sualın cavabı var, biz elə dərhal C-ni götürə bilərik. Çünki 5-ci sualda C variantı şəhərin hansı hissəsində deməli müştəri mənzil axtarırdı. В центре города. Bunun cavabı bizdə var, ona görə də 5-ci sualımızın cavabı C-dir. А у вас есть какие-нибудь приемлемые предложения? Да, конечно. У нас большой выбор квартир, включая те, что в центре. Вы ищете квартиру с мебелью и удобствами? Вы ищете квартиру с мебелью и удобствами? Görək agentin bu sualına müştərinə cavab verəcək. Да, мне нужна такая, в которой есть все необходимые удобства для комфортного проживания. Также важно иметь окна, выходящие на центральную площадь. Вы планируете аренду на длительный срок или краткосрочный? Это краткосрочная аренда. Siz uzun müddətli tutmaq istəyirsiniz mənzili, yoxsa qısa müddətli? O da deyir, это краткосрочный, qısa müddətli. Cavabımız краткосрочный. Только на эти выходные. Sadəcə bazar günləri üçün краткосрочный. У нас в центре города 2 квартиры, подходящие под ваше описание. Вы хотели бы взглянуть? Да, конечно, с удовольствием. Когда можно их посмотреть? Прямо сейчас. Мы можем идти через 10 минут. Я сейчас завершу подписывание этих бумаг, и мы пойдем. Хорошо, я подожду в коридоре. Теперь мы можем идти. Обе квартиры в одном и том же здании. Одна на 3-м этаже, а другая на 5-м. Мы начнем с той, что на 3-м этаже. Договорились. Deməli, ilk mənzil 3-cü mərtəbədə yerləşir. Deyir, biz başlayaq elə 3-cü mərtəbədə yerləşənə. Deməli, ilk başlıqları mənzil elə 3-cü mərtəbədə yerləşirdi. 4-cü sualına E variantına baxsaq, первая квартира находилась на 3-м этаже. Это верный вариант. Вот это первая квартира. Как видите, она довольно светлая и просторная. В ней минимум мебели, но все необходимое есть. Deməli, первая kvartirada minimum mebel idi. Məsələn, A-da yazıb ki, во второй было минимум мебели. A ona görə bizdə səhvdir. Большая двуспальная кровать, один диван, кресло, шкаф для одежды, посудный шкаф и парочка прикроватных тумбочек. Və svetlaya ifadəsini də həmin bu birinci mənzil üçün işlədir. B variantı da ona görə bizdə səhvdir. Это первая квартира. Как видите, она довольно светлая и просторная. В ней минимум мебели, но все необходимое есть. Большая двуспальная кровать, один диван, кресло, шкаф для одежды, посудный шкаф и парочка прикроватных тумбочек. На окнах светло-синие занавески, а на полу теплый ковер. Выглядит на самом деле здорово. Сколько стоит день аренды? 50 фунтов. Давайте осмотрим вторую квартиру. Мы можем подняться на 5-й этаж, либо на лифте, либо пройтись пешком. Давайте пешком, ведь всего 2 этажа. Ну вот и она. Эта квартира также довольно комфортабельная и просторная, хотя цвета отличаются. Она не такая светлая, как первая, но однозначно уютная. Спальня выдержана в темно-бежево-коричневых тонах. Здесь достаточно мебели. Вся необходимая техника есть. Bunu isə ikinci mənzil haqqında deyir. Bizdə sualda yazıb ki, в первой kvartiri, ona görə C və D variantları da səhvdir. Добрый. Посудный шкаф. Эта квартира также довольно комфортабельная и просторная, хотя цвета отличаются.
Она не такая светлая, как первая, но однозначно уютная. Спальня выдержана в темно-бежево-коричневых тонах. Здесь достаточно мебели. Вся необходимая техника есть. Как видите, кухня хорошо оснащена. Сколько стоит день аренды? 55 фунтов. Честно говоря, первая квартира мне понравилась больше. Можем ли мы подписать контракт касательно этих выходных? Да, конечно. Вы собираетесь платить наличными? Нет, по возможности мне хотелось бы расплатиться карточкой. В таком случае нам придется вернуться в офис, потому что кассовый аппарат находится там. Хорошо, и я готова подписать с вами контракт. Deməli, ikinci sualımızın da cavabı müştəri niyə yerindəcə ödəniş elə bilmir? Çünki deyir ki, belə halda biz gərək ofisə qayıtmalıyıq, çünki kassa aparatı oradadır, siz kartla ödəyəcəksinizsə. Yerində ödəniş eləyə bilmədi, çünki kassa aparatı, kartla ödəniş etmək istədiyinə görə, kassa aparatı da yanlarında olmadığına görə ofisə qayıtmalı oldular. Belə, keçək növbəti suallara. 6.1-ci sualda. Birinci ümumilikdə mətn haqqında sizə məlumat vermək istəyirəm. Qısaca, burada qeyd olunur ki, Londonda deməli vəhşi heyvanları göstərirdilər və həmin bu göstəriyə görə ya pul götürürdülər, ya da it və pişikləri vəhşi heyvanlara yem kimi atmaq üçün kimsə gətirirdisə, onun üçün ondan istifadə edirdilər və bir insan istədi heyvanlara baxmağa. O küçədə bir balaca iti tutdu və onu həmin heyvanxanaya gətirdi. Onu içəri buraxdılar və iti də götürdülər. İti atdılar, deməli şirin qəfəsinə yemək məqsədi ilə. İt deməli öz quyruğunu qısırdı və küncə sıxıldı. Şir ona yaxınlaşdı, onu iynədi. İt deyir öz kürəyi üstə uzandı və öz pəncələrini qaldırdı, başladı quyruğunu oynatmağa. Şir ona pəncəsi ilə toxundu və onu fırlatdı. İt deyir tullandı və şirin qabağında arxa iki ayağı üstə dayandı. Şir itə baxırdı, başını o tərəfə, bu tərəfə yelləyirdi və onu toxunmurdu. Deməli, sahibi itə sahibi deməli şirə ət atanda o bir hissəsini götürdü ətin və itə qoydu. Axşam şir yatmağa gedəndə it də gəldi onun yanında uzandı və öz başını da onun pəncəsinin üzərinə qoydu. O vaxtdan elə deməli it şirlə eyni bir qəfəsdə yaşayırdı. Şir ona toxunmurdu. Öz yemini yeyirdi, onunla birlikdə yatırdı və hərdən onunla oynayırdı. Sonra bir gün deməli bir mülkədar gəlir həmin bu heyvanxanaya və öz itini tanıyır. O deyir ki, bu mənim şəxsi itimdir və həmin heyvanxana sahibindən istəyir ki, o iti ona götürsün, versin. Sahibi iti vermək istəyəndə çağırırlar, iti vermək üçün çağıranda ki, onu qəfəsdən götürsünlər. Deməli şir tüklərini qaldırır və başlayır nərildəməyə. Və beləliklə it və şir və it bütün bir ili eyni bir qəfəsdə yaşayırlar. Bir ildən sonra it xəstələnir və ölür. Burada izdoxla sözü qısaca ölmək mənasındadır. Elə 6.1-ci sualımızın da cavabı verna götürəcək. Çünki umrla da ölməkdir, izdoxla da yəni ölmək deməkdir. Lev peristal yes 17 davam edir 17-ci cümlədə. Şir artıq yeməyi dayandırdı. Deməli itin yəni bədənini iynəyirdi, yalayırdı və onu sadəcə pəncəsi ilə toxunurdu. O başa düşəndə ki, it ölüb, o birdən tullandı, tüklərini yenə qabartdı. Başladı quyruğu da sanki özünü o küncdən o küncə deməli qamçılamağa. O qəfəsin divarına atırdı özünü, başlayırdı rəzələri deməli gəmirməyə, döşəməni gəmirməyə. Bütün gün o özünü oradan ora atırdı. Yenə də nərildəyirdi, ağlayırdı. Sonra o ölü itin yanında uzandı və sakitləşdi. Sahibi istəyirdi ki, ölü iti aparsın, amma şir heç kəsi onun yanına buraxmırdı. Sahibi düşünürdü ki, şir bu qəmi unudacaq, əgər ona başqa bir it versələr və onun yanına başqa bir canlı it salırlar qəfəsə. Amma şir onu elə həmin andaca parçalara ayırır. Sonra o öz pəncələri ilə ölü iti qucaqlayır və beləcə 5 gün uzanır, elə də qalır o halda, o pozisiyada. Deməli ki, və bu məlumatı verdim sizə. Demək ki, burada bizim 9-cu sualımız var. Deyir ki, hansı cümlə ilə mətni bitirmək olar? A-da deyir ki, və
və bir də heç nəyə toxunmadı. C-də deyir ki, heç kəs ona yaxınlaşa bilmirdi. D-də deyir ki, şirə çox ağır idi. Y-də deyir ki, şir bu itki ilə barışa bilmirdi və B-də deyir ki, 6-cı gün artıq şir öldü. Bizə ən uyğun variant təbii ki, B-dir ki, 5 gün o beləcə qaldı və 6-cı gün öldü. Simvolu biz əvvəldə mətndə oxuduq ki, o yeməkdən, içməkdən kəsilir və s. və bizə ən uyğun cümlə ona görə 9-cu sualımızda olacaq B variantı. Digər suallarımız 6.2. Deməli, şir və it haqqında, Lev Tolstoyun şir və it haqqında bu hekayəsi böyük dostluq haqqındadır. Gördüyümüz kimi bəli, düzdür. Mətnin əsas fikri, əsas mövzudur ki, həyatda sadiq dost qalmaq çox önəmlidir. Mətndən bunu da biz bir nəticəni çıxara bilirik. Deməli, şir heç kəsə qoymurdu ki, it aparsın. Bayaq tərcümə elədim ki, sizə bəli imkan vermirdi. 7-ci sualda hansı sualın cavabı yoxdur? Deməli, şir itə necə yanaşdı? Necə yanaşdı? Ona toxunmadı, ona yemək verdi. Bunların bizə cavabı var. Şir itin ölümünə necə reaksiya verdi? Necə reaksiya verdi? Çox kədərləndi, özünü qəfəsdə oradan ora atdı. Bunda cavabı var. İtə nə oldu? İt öldü. Bunda bizdə cavabı var. Onlar neçə müddət birlikdə yaşadılar? 1 il qeyd olunub mətndə. Bakın burada bir daha xatırladım. Bu целый год. Tam 1 il bir qəfəsdə yaşadılar. Sonra və de, niyə sahibi itdən imtina etdi? İmtina etmədi itdən. Belə bir cümlə yoxdur ümumiyyətlə. O istəyir öz itini götürmək. Gəlir, öz itini istəyir götürmək. Sadəcə şir imkan vermir ki, itə kimsə yaxın gəlsin. Ona görə də götürə bilmir, orada qalır. Yəni ona görə də D variantının cavabı bizdə yoxdur. 8-də deyir ki, hansı atalar sözü mətnin məğzinə, mənasına uyğun gəlmir. A variantı baxaq, deyir ki, möhkəm dostluğu heç balta ilə də ə, ayırmaq olmaz, qırmaq olmaz. C variantında deyir ki, sadiq dostun qiyməti yoxdur. D variantında deyir ki, sədaqət və dostluq ölümdən daha güclüdür. Biz burada onun nümunəsini görürük və Y variantında sadiq dost ölənəcən sevir. Biz bunu da görürük. Drujba, drujba, slujba, slujba bu isə atalar sözünü biz çoxumuz bilirik. Yəni dostluğun öz yeri var, işin öz yeri var. Bunun bu mətnə aidiyyatı yoxdur. 10-cu sualımıza da baxaq. 10-cu sualda deyir ki, mətni oxuyub hansı qənaətə gəlmək olar? Mətni oxuyub hansı qənaətə gəlmək olar? Gəlin 2-dən başlayaq. Lez защищал собаку от жестокого хозяина. Deyir, şir iti qəddar sahibindən qoruyurdu. Burada sahibinin qəddar olduğu ümumiyyətlə qeyd olunmayıb. Sadəcə başqa birisi onu küçədən tapır və gətirir. Sahibi də gəlib itini görəndə onu geri almaq istəyir, amma götürə bilmir. Лев и собачка проявили по отношению друг к другу доброжелательность, так как они знали друг друга раньше. Deyir ki, şir və it bir-birlərinə yaxşı münasibət bəslədir. Çünki onlar bir-birlərini daha öncə ranьше tanıyırdılar. Halbuki tanımırdılar. Və digər variantlara baxaq. Bir də deyir ki, insanlar deyir, gəlib baxırlar ki, heyvanlar necə qəfəslərdə darıxırlar. Amma heç vaxt deyir, heç kim düşünmür ki, onlar orada necə yaşayır. Yəni onları izləyirlər kənardan, amma onların necə olduğu, necə hiss etdiyi insanlar üçün önəmli deyil. Ona görə də bu bizə uyğun gəlir. Çünki mətnin əvvəlində də deyir ki, belə bir yer var idi. İnsanları gətirdilər heyvanları izləməyə, hətta digər heyvanları onlara qurban kimi verirdilər. Bəli, yəni insanlar görmürlər ki, heyvanlar necə darıxır, əziyyət çəkir. Və 4-cü, hekayə bizə dostluğu dəyərləndirməyi öyrədir. Həssas yanaşmağı, xeyirxah olmağı, hətta gözləmədiyin yerdə belə xeyirxah və canı yanımcıl olmağı öyrədir. Bəli, biz şirin itə qarşı necə yanaşdığını görürük. Tamaşaçılar düşünür ancaq öz zövqləri haqqında və tamamilə ignor edirlər, yəni nəzərdən çıxarırlar heyvanların ehtiyaclarını mətnindən. Biz bu qənaətə də gələ bilərik. Növbəti mətnimiz yanardağ haqqındadır. 11.1-ci sualımızda yanardağ это Azərbaycanskое название горы. Biz bunu belə görürük. Deməli, Azərbaycan təsadüfi deyil ki, alovlar ölkəsi adlandırırlar. Çünki yer üzərinə çıxan neft, gecələr Bakının işıqlandırması və s. Və burada есть на территории этого древнего və bu qədim və
Sehirli Şərq dövlətinin, yəni Azərbaycanın ərazisində Yanardağ adlı bir dağ var, virgül. Hansının ki adı hərfən tərcümə olunur. Yanan dağ, Qaryaşə qara rus dilində. Ona görə də bəli, Yanardağ da Azərbaycan adıdır. Biz anladıq ki, Azərbaycanın ərazisidir və Yanardağ Azərbaycan adıdır və rus dilində tərcümə olunur Qaryaşə qara kimi. Yanardağ является природным источником, deyir ki, zapovednikom, deməli, təbiət qoruğudur. Bəli, bu burada qeyd olunub. Yanardağ 2007-ci ildən Azərbaycan Dövlət Respublikasının prezidenti, Azərbaycan Respublikasının prezidentinin deməli əmri ilə Yanardağ dövlət tarixi mədəni qoruğu elan olunmuşdur. Ona görə də 6.2-imizin cavabı da verna olacaq. 6.3-ə baxaq. Текстом собственных существ. Собственных sуществ xüsusi isimlər var. Bizdə ümumi isimlər və xüsusi isimlər, insan adları, coğrafi məkanlar və s. ki, biz burada Azərbaycan görürük. Yanardağın özü xüsusi addır. Yanarbulaq onun naзвание потоков onun qollarının deyək ki, adıdır. Belə. Sonra Yanardağ свое имя писали известные putешественники. Məşhur səyyahlar vaxtilə Yanardağ haqqında yazıblar. Bəli, burada qeyd olunub ki, Yanardağ ən heyrətamiz deməli, gəlməli görməli yerlərindən də Abşeron yarımadasının və Anyom takşı, bax, onun haqqında hətta Marco Polo, Aleksandr Cuma da məlumat vermişlər, yazmışlar. Ona görə 6.4-ün cavabı da bunlar da məşhur səyyahlardır. Vernadır. 12-də sözlərin izahını, düzgün izahlarını istəyir. İlluminasiya Baku, bəli, Bakının işıqlandırması. Burada da yazıb. Dekorativ şəkildə binaların, küçələrin, meydanların, tikililərin işıqlandırılması. Sumerki alatoranlıqdır. Burada da qeyd olunur ki, həmin bu alovlar deyir, alatoranlıqda daha belə yarkı, parlaq görünürlər. Burada da qeyd olunur. Полутьма между заходом солнца и наступлением ночи. Belə yarı qaranlıq vəziyyətdə günəş batanda və gecənin düşməsi arasında. Və həmçinin deyir gün çıxmadan əvvəl. Perqament burada qeyd olunub ki, yağ və heyvan və yağ və nəmi buraxmayan kağız. Halbuki perqament, Avesta perqament, baxın, perqamentin həmin mənası var. Yağ və suyu buraxmayan kağız mənası var. Sadəcə mətndə baxın yazıb. Avesta deyir, perqament də yazılmışdı, hansı ki 24.000 korova inəyin dərisindən hazırlanmışdı. Amma perqament bir mənasında. Perqament həm də heyvan dərilərindən düzəldilən, üzərində yazı və s. qeydlər üçün məqsədi ilə düzəldilən həmin o material idi. Və burada korova və şkura sözlərini görürük. Ona görə burada heyvan dərisindən izahı verilməli idi, halbuki verilməyib. Svet sözünün biz işıq mənasını bilirik, bir də bu sözün dünya mənası var, aləm mənası var. Svet mətndə dünya aləm mənasını işlənib ki, bütün dünyadan bugünə qədər də hansılar ki, bu dağı deməli müqəddəs hesab edirlər. Gəlirlər burada ona itaət etməyə, başa əyməyə, daha doğrusu burada meditasiya eləməyə və s. Ona görə də burada svet sözü amma işıq mənasında, luç energiya. Görürsünüz, ətrafı işıqlandıran, ətrafı görünən edən enerji kimi göstərilib. Ona görə səhv izah olunub. Meditasiya isə biz bilirik elə olduğu ki, mənasında xüsusidir, psixoloji vəziyyətdir ki, açan ki, siz konsentrasiyasız, dərinə düşürsünüz və telesное расслабление, yəni bədəniniz rahatlayır. Və 5-ci də bizdə düzdür, ona görə cavabımız B-dir. Неверно, еще до исторического времени Yanardağ был упомянут в Avesте. Deyir ki, hətta tarixdən əvvəlki dövrlərdə, yəni qədim zamanlarda Yanardağ deyir, Avestada adı çəkilmişdir. Mətndə belə bir şey deyilmir. Sadəcə deyir ki, qədim zamanlarda nə vaxt ki, insanların deyir, mifoloji anlayışları var idi ətraf mühit haqqında və yaxud da yaradılış haqqında Avesta yazılmışdı. Amma bu 24.000 inəyin dərisinin üzərində. Mətn yalnız dini deyil, həmçinin geniş elmi, fəlsəfi mənada daşıyırdı və Avestaya görə əsas Allah Ormuzdu idi və alov da onun yerdəki nümayəndəsi idi. Ona görə də yəni Zoroastriya dininə, Zoroastrizm dininin tərəfdaşları Allah kimi alova
itaət etməli idilər. Daha sonralar isə ə, həmin yerlər harada ki deyir sonsuz daimi alov var idi. Başladılar deməli Zoroastrizm nümayəndələrinin itaət yeri oldu. Müqəddəs yerlər oldu. Və belə yerlərdən biri də Atəşkəf və Yanardağdır Azərbaycanda. Amma qeyd olunmayıb ki, Avestada adı çəkilib Yanardağın. Yəni mətndə belə bir məlumat verilməyib. Ona görə də A-nı biz elə səhv olaraq götürürük. 14-də qeyd olunur Lişniyə. Yanardağ, Naxodin Abşeron yarımadasında yerləşdiyini biz bayaq oxuduq. Və burada da var. Buyurun. Sonra до сих пор интересует ученых bu gün də alimləri maraqlandırır, alimlər üçün maraqlıdır, deməli. Вот. Bu gün də alimləri maraqlandırır. Sonra artıq neçə min illiklərdir ki, yanır. Biz bunu yuxarıda görürük. Так. На протяжении десятков метров. Так, древний, загадочный, сверкающий, пугающий. Сейчас. Засыпать горящим протяжении нескольких тысячелетий. Neçə min illiklərdir ki, yanır. Dövlətin diqqətindən kənarda qalmır ki, biz bayaq oxuduq ki, Azərbaycan prezidentinin sərəncamı təbiət qoruğu elan olunub. Yağışlar zamanı yanmır, yəni yanmağı dayanır. Burada isə yazıb ki, onu heç yağışla söndürmək olmaz, torpaqla üstünü bastırmaq olmaz. O artıq neçə min illiklərdir ki, yanır. Ona görə Y variantı bizdə səhvdir. Lişni artıqdır. Hansı sualların cavabı var? Niyə yağış zamanı o sönür? Dedik ki, sönmür. Niyə Atəşkəf və Yanardağ Zoroastrizm dininin nümayəndələrinə itaət yerinə çevrildi? Çünki dedik ki, Zoroastrizm dininin nümayəndələri üçün Alov Ormuzun yerdəki nümayəndəsidir. Bunun cavabı var bizdə. Harada ilk dəfə olaraq Yanardağın adı qeyd olunub? Biz belə bir məlumat görmürük mətndə. Nə vaxt Marko Polo və Aleksandr Cuma Yanardağ haqqında öz işlərində deməli məlumat veriblər? Məlumat verdikləri var, ancaq tarix və zaman, əsr göstərilməyib. Deməli və dövr də göstərilməyib. Və как называется потоки Yanardağ? Потоки Yanardağ называются On deyir qolları, axın qolları necə adlanır? Потоки Yanardağ, вот, потоки Yanardağ, как yanar bulaq. Yanar bulaq. Belə adlanır. 15, deməli 15-ci sualımız cavabı da oldu 2-5. 16-cı sualımızda deyir ki, cümlələrdə deməli işarələnmiş sözləri onlara sinonim olan, yəni eyni mənanı verən frazeoloji birləşmələrlə əvəz edin. Baxırıq, o elə yorulmuşdu ki, çox bərk yatmışdı. Очень крепко заснул. Deməli, birinci frazeoloji çox bərk yatmışdı. Biz necə ifadə edə bilərik? Biz bakluşı, heç bir işlə məşğul olmaq, bekar olmaq, sirayət aldatmaq mənasını verir. Podnosum, yəni burnunun altında danışmaq, belə yavaş deyək danışmaq. Məsəl üçün asta səslə. Считать ворон, bu da bekarçılıq, heç bir işlə məşğul olmaq. Как убитый, ölü kimi. Çox möhkəm yatmışdı, ölü kimi yatmışdı deyirik. До лесочка было еще очень близко. Deyir, meşə çox yaxın idi. Meşə çox yaxın idi. Намылить danlamaq deməkdir. Zatrидивать земель uzaq. Duş şavaqa 2 addımlığında yaxın, zarubit nasu yadda saxlamaq deməkdir. Rukoy podать yaxın deməkdir. Əlimi uzatsam çatar, düz əlimi uzadan kimi çatır, yəni. Əlimi uzatsam verə bilərəm deməkdir. Yəni yaxın mənasına görə variantımız Y variantı olacaq. 17-ci sualda biz eyni hərf, elə bir sayıları, nömrələri seçməliyik ki, orada bütün sözlərdə eyni hərf buraxılmış olsun. Baxırıq, minuta, I hərfi, растирать, I hərfi, смирение, I hərfi. Birinci sıranı götürürük. Baxırıq, 1 olanlardan 1-5 var və 1-3-4 var. 5-i yoxlayaq. Привокзальный. Pri həmişə yanında, yaxınına gəlmək ifadə edir, ya yanında olmaq ifadə edir. Yəni vağzalın yanında. Привокзальный. I işlənir. Выжигание. Rusda belə bir qayda var ki, J, Ş həmişə I ilə yazılır. I kimi tələffüz olunsa da I ilə yazılır. Hər zaman J və Ş hərflərindən sonra. Ona görə выжигание-da da I-dir. Выцветший isə цвет sözündəndir, rəng sözündəndir. Ona görə orada Y hərfidir. Y hərfidir. Biz zaprosta Y variantını götürürük. Amma gəlin baxaq. O зарить A variantı, преподаватель, давать A hərfi, позапрошлый
Ee, Prošli keçmiş, pozaprošli, ondan da bir gün əvvəlki, yəni. Ee, Deməli, sonra 4. Roskoşni, roskaş sözündəndir. O variantı, prikosnoveniye, bu da o hərfi olduğuna görə 1, 3, 4-cü götürür. 2-yə baxaq. Соединить idi, завершать E hərfidir, Y hərfidir. Vinaigrette isə I hərfidir. Y variantı burada ikincidə Y hərf olduğuna görə onu götürə bilmir və cavabımız 1, 3, 4-dür. Atalar sözünü tamamlamalıyıq. Тяжело тому жить, кто от работы бежит. Deyir, o adama çətindir ki, o işdən qaçır. İşdən qaçan adam üçün yaşamaq çətindir. Atalar sözü, belə bir atalar sözüdür. Atalar sözləri bir-iki sabit atalar sözləridir. Atalar sözlərini yazarkən belə səslənmələri uyğun gələn, məsələn, жить, бежит. Digər variantlarda ki, работать, жить, работать, жить других, жить помогает, жить отдыхает, жить, бежит. Daha uyğun, yaxın variantlar olanlar seçməyə çalış. 19-da sadəcə mənasına görə tamamlamaq. Deyir ki, deməli, fitil, fitil lampanın fitili deyir, çıt-çıt səs çıxarar, tresko deməkdir, yanırdı. Və mənasına görə ən uyğun gələn burada deyir, otağı işıqlandıraraq, deyir, o fitil səs çıxararaq yanırdı. Adı deyir, özünə nələrsə deyərək, evdəki sakitliyi hiss edərək, soyuqlarla bərpa olaraq, ağlını itirərək, yəni bunlar heç bir fitilə uyğun gəlmir. Ona görə biz götürürük B variantını. 20-ci sualda isə niyə sualına cavab verən sözü istəyir bizdən və biz görürük variantlarda zərflərdir. Почему sualına cavab verir? Səbəb zərfləri. Ona görə bizə səbəb zərfini tapmaq lazımdır. Səbəb zərfimiz də sozla, acığınla. Nazlo, naroşno, muşenna, qəsdən. Bunlar məqsəd zərfidir. Zачем sualına cavab verirlər. Podružeski isə tərzi hərəkət zərfidir və как sualına cavab verir.